Dünən Sabirabadda toy məclisində bıçaqlanma hadisəsi baş verib. İki həmkəndli arasında yaranan mübahisə qanla bitib. Şadlıq sarayındakı toy mərasimində iki həmkəndli arasında mübahisə yaranıb. 41 yaşlı Xəqani Muradov, 38 yaşlı həmkəndlisi Telxas İsrafilova bir neçə bıçaq zərbəsi vurub. Zərbələrdən biri ürək nahiyəsindən dəyib. Şirvan şəhər xəstəxanasına çatdırılan yaralı dərhal əməliyyata götürülüb. 3 saatdan çox əməliyyat edilən pasiyent çoxlu qan itirməsi səbəbindən özünə gəlmədən həyatını itirib. Xəqani Muradov polis tərəfindən saxlanılıb. Şadlıq sarayının içərisində idim. Hay-haray düşdü ki, bu bıçaqlayıblar. Çıxdım şöyle gittim gördüm anasının qucağındadır. Oradan da götürdü qoyduq maşına gətirdik xəstəxanaya. Toyda oldu 2 gün oldular. Toyda mübahisələr düşüb, çıxıb çölə. Mən kamerada gördüm çıxıb çölə getdi belə zavorun dibinə qayıtdı dala. Anası saxlaya bilmədi. Mən baxdım kamerada gördüm dalbadal bıçaqları vurdu ona 4 dənə saydım kamerada. Faktla bağlı Sabirabad prokurorluğunda cinayət işi açılıb. Araşdırma aparılır. Yaqub Mehdoğlu, Diana Cəlali, Vüqar Qaliboğlu, Spice TV Sabirabad.